MİQ 2026 tarix sualların izahına baxırıq. Nəzərinizə çatdırım ki, birə-bir suallar deyil. Müəllif sağ olsun, suallar belə hazırlayıb. Ən azından suallarla tanış ola bilirik. Ağqoyunlu Həsən Padşahın və Qaraqoyunlu Qara Yusifin mərkəzləşdirilmiş dövlət yarada bilməməsinin səbəbi, Səfəvi hakimlərlə aparılan müharibə nəticəsi xeyr. Soyulqar torpaqların paylanması bəli. Köçəri elatlara nəzarətin tam mümkün olmaması bəli. Bu çox sadə sual idi. Neçə dəfə də işlənilmiş bir sualdır. 2 ilə 3 Y variantı. Həm də aday 2-3 verilib. AXC dövründə görülən tədbirlər Latin əlifbasına keçirməsi haqqında qanunun qəbul edilməsi. Bilirik ki, AXC əlifba islahatı komissiyasını yaratsa da Latin əlifbasına keçmədi. Dövlət teatrının təşkili bəli. Vicdan azadlığı haqqında qanunun qəbul edilməsi. Belə bir qanun qəbul etməyib. Vicdan azadlığı haqqında dekret Azərbaycan SSR-nin dövründədir. Azərbaycanı öyrənən cəmiyyətin yaradılması. Tədqiqi yox, belə yazılmışdı. Azərbaycanı öyrənən cəmiyyət. Bilirik ki, AXC dövründə Azərbaycanı öyrənən cəmiyyət yox, müsəlman şərqini öyrənən cəmiyyət yaradılmışdı ki, bunu da dönə-dönə sual cavablarımıza vurğulamış ki, diqqətli olmaq lazımdır. Müəllimlərin sosial vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, burada qanunun qəbul edilməsi idi. Olacaq 2 ilə 5 B variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 3-cü Əhməd, 3-cü Səlim. Yeniçərilərin üsyanı nəticəsində hakimiyyətdən uzaqlaşdılar. Hər ikisinin oxşar cəhətdir. Hər ikisini hakimiyyətdən yeniçərilər göndərmişdi. İngiltərə, Avstriya, Fransada səfirliklər 3-cü Səlim, 2-yə B. Azərbaycanın böyük bir hissəsi Osmanlılar tərəfindən işğal olundu. 3-cü Əhməd 1724 İstanbul müqaviləsi 1-ə C. Avstriya və Rusiyaya qarşı müharibənin aparılması. 3-cü Əhməd bilir ki, 11-ci Rusiyanı məğlub eləyir. Rusiyanı məğlub eləyəndən sonra buna bir inam gəlir ki, Rusiyanı məğlub eləmişəmsə, Avstriya və Venesiyanı da məğlub eləyə bilərəm. Deməli, həm 3-cü Əhmədin dövründə Avstriya, Rusiya, eyni zamanda 3-cü Səlim hakimiyyətə gəlir 89-cu ildə. Bu hakimiyyətə gələndə bilirik ki, Osmanlı, Rusiya və Avstriya ilə 87-ci ildən bu yana müharibə aparırdı. Deməli, 3-cü Səlimin dövründə başlamasa da, 3-cü Səlimin dövründə Rusiya və Avstriyaya qarşı müharibə aparılmışdı. Deməli, oxşara gedəcək, həm də D. Xəzəryanı ərazilərin Rusiya tərəfindən işğalının tanınması. Bu da elə İstanbul müqaviləsidir. Demək, 1-ə C, Y, oxşara A ilə D, 2-yə də B, A variantı. Deməli, 1-ə C, Y, 2-yə B, 2-yə B, 2 yəni 3-cü Səlim istəyir bizdən. 2-yə B, oxşara da A ilə D. Sualların izahına diqqətlə qulaq asın. Bəzən ola bilər ki, variantı səhv işarələyirəm. Bu da çox sadə sual idi. 16-cı əsrin sonlarında dini və siyasi dəyişiklik nəticəsində hansı Qərbi Avropa ölkəsində yeni sülalə hakimiyyətə gəldi? Fransa, Bourbon. 1594-cü Bourbonlar sülaləsi. 1. 1 Fransa, 4 İspaniya, 2 İngiltərə, 3 Almaniya, 5 İtaliya. Zaman oxuna əsasən xronoloji ardıcıllığı müəyyən edin. Xocalı Memorial Kompleksi 2024. Dönə-dönə vurğuladığımız məsələlər. Laçın və Füzuliyə ilk ailələrin köçürülməsi 2023. Zəngilanda Beynəlxalq Hava Limanı 2022. Şərqi Zəngəzur İqtisadi rayonunun yaradılması 2021. Çox sadə sual idi. Deməli, necə düzələcək? Birinci ardıcılığa baxırıq. 4, 3, 2, 1. 4, 3, 2, 1. Belə yazdıqmı? İndi baxıram. A-nın altına düşdü 4. B-nin altına düşdü 3. C-nin altına düşdü 2. Deməli, 4A, 3B, C, 2, bir də B variantı. Deməli, 1-in altına düşdü D, 2-nin altına düşdü C, 3-ün altına düşdü B, 4-ün altına düşdü A. Manna hökmdarı Aşşurun dövrünə aid olanları müəyyən edin. Aşurun sərhəd qalalarının Mannalılar tərəfindən tutulması dönə-dönə vurğuladığımız məsələ. Üsyanların baş verməsi, bəli. Midiya və Babilə qarşı Assuriya ilə ittifaq yaratması xeyr. Bu Uallin dövrüdür. Urartunun təhriki ilə üsyan etməsi, belə bir cümlə yox idi ümumiyyətcə, amma yenə də yanlışdır. Assurlarla ittifaqın bərpa edilməsi xeyr. Assurla ittifaqı bərpa etməyib. 1 ilə 2 C variantı. Heydər Əliyevin prezidentlik dövründə sosial-iqtisadi islahatların ilk mərhələsinə aid olanı müəyyənləşdirin. Neft mədənlərinin özəlləşdirilməsinə başlanması xeyr. Qəti səhvdir. Bazar iqtisadiyyatı və dünya iqtisadiyyatının inteqrasiyasının əsasla yaradıldı, bəli. Konstitusiya ilk dəyişiklik bu birinci prezident dövrünə düşür, amma bizə iqtisadi islahatların ilk mərhələsində, yəni 93-97 olmalıdır. Yerli idarəetmə orqanlarının seçkilərinin keçirilməsi. Bu da sosial-iqtisadi deyil. Eyni zamanda da yerli idarəetmə orqanları bələdiyyələr seçkiləri ilk dəfə 99-cu ildə keçirilmişdi. Neft fondunun yaradılması 99.
Səfəvilərin 16-cı əsrin son rübündən fərqli olaraq 18-ci əsrin ilk rübünə aid olanları müəyyən edin. Bu da çox maraqlı sual idi. Şamaxının ruslar tərəfindən tutulması. Bilir ki, 16-cı əsrin son rübündə heç ruslar hücum eləməmişdi. Eyni zamanda 18-ci əsrin ilk rübündə də Şamaxı Osmanlı tərəfindən işğal edilmişdi, ruslar tərəfindən yox. Ərdəbilin Osmanlılar tərəfindən tutulması. Bəli. Baxın, 1590-cı İstanbul müqaviləsində deyirdi ki, Ərdəbil, Zəncan, Xalxal, Qaradağ, Qəzvin, Lənkəran istisna olmaqla bütün Azərbaycan düşdü Osmanlı tərkibinə. Deməli, 16-cı əsrin son rübündə fərqlidir. Ərdəbil ələ keçirilməyib, amma 18-ci əsrin ilk rübündə, yəni 1725-ci ildə Osmanlılar Ərdəbili ələ keçiriblər. Hətta demişdi ki, Ərdəbilin ələ keçirilməsi münasibəti ilə Osmanlılar İstanbulda atəş və şanlıq keçiriblər. Ona görə olacaq B variantı. Uyğunluğu müəyyən edin. Xilafət dövrünə aid cümə məscididir. Şamaxıda cümə məscididir. 5 Şamaxı. 5-ə verdi yanı. Ağoğlan Laçında təbii ki. 1-ə verdik B-ni. Sonra 2 ortaya veriblər. Düz düşməyib. 2 Ağdamdır. Ağdama verdik. Ağdamda Ağoğlan məbədi. 2-yə verdik. 2-yə verdik. Daha doğrusu Gövurqal. Ağoğlan Laçında dedik axı. 2-yə verdik Gövurqalanı. Sonra 3 haradır? Baxaq 3-ə. 3-də Şabranda. Şabranda da verdik Çıraqqalanı. Deməli, 1-ə verdik Ağoğlan Laçın 1B. 2-yə verdik Ağdam Gövurqala 2-yə Y. 3-ə verdik Şabranda Çıraqqala 3-ə D. 4 oldu Xocavənddə Amaraz Monastırı C. 5 də oldu Şamaxıda da cümə məscidi. B variantı. Paleolit dövründən fərqli olaraq mezolit, neolit, enolit. Paleolitdən fərqli olsun. Sadə dini ayinlərin ilk dəfə yaranması xeyr, bu paleolit dövründədir. İnsanların oturaq həyat tərzinə keçməsi xeyr, bu da neolitə heç hansına aid deyil. Mikrolit, kiçik ölçülü əmək həyatları meydana gəlməsi bəli. 1-ə verdik C-ni. 1-ə yalnız C. Neolit dövrü. İnsanlar daş alətləri cılamağı və deşməyi öyrəndilər bəli. Vulkanik daş alətlərdən istifadə edilməsi bu yalnız yoxdur. Yəni həm neolitdə var, həm paleolitdə var. Yəni oxşardır. Yeni təsərrüfat sahələri meydana gəlmişdi, bəli. Sənətkarlıq, toxuculuq, dulusçuluq, 2 aynan C, 3 enolit dövrü. Evlər düzbucaqlı və dairəvi formada tikilirdi, bəli. Dini ayinlərin keçirilməsinə aid ofsun və totemlərin qayosu təsvirləri var idi, bu da düzdür. Daş alətlərdən istifadə edilirdi, bu da oxşardı paleolitlə. Deməli, 1-ə C, 2 aynan C, 3-ə də aynan B, A variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Artabazd, Aryo-Barzan. Eradan əvvəl 1-ci əsrin 30-cu illərində hakimiyyətdə olmuşdu. 30 yaşı təbii ki, Artabazd. 1-ə verdi yanı. Roma imperiyası ilə müttəfiq münasibətlər qurmuşdular. Artabazd, Aryo-Barzan. Oxşara verdik B-ni. Eradan əvvəl 1-ci əsrin 20-ci illərində hakimiyyəti təbii ki, bu Aryo-Barzan. 2-yə verdik C-ni. Parfiya ilə birlikdə Romaya qarşı mübarizə bu ancaq Artabazdı. 1-ə verdik D-ni. 1-ə AD, 2-yə C, 3-ə B, Seleviklərə qarşı mübarizədə heç birindədir. Deməli, 1-ə AD, 2-yə C, 3-ə də B, A variantı. Hülaki hökmdarı Qazan xan hakimiyyət dövrünə aid olanları İngiltərədə azadlıqlar xartiyasının qəbul edilməsi 1215, bu yox idi. Bunu yəqin ya özlərini yazırlar. 1215 bu düşmür. Fransanın bütün təbəqələrinin köməyini almaq üçün orqanın çağırılması, yəni başlatla 1302 düşür. Qızıl Orduda Cucin ulusunun hakimiyyətinin sona satması 1359 düşmür. Xilafət tərəfindən Əlaləddin Xələcin rəsmi sultan kimi tanınması. Xələc tanınmamışdı. Şəmsəddin el tutmuş tanınmışdı. Olacaq yalnız 2. Cənubi Azərbaycan tarixinə aid uyğunluğu müəyyən edin. 5-11, 17-20. İlk vaxtlar başlayanda etirazlar dinc xarakter daşıyırdı, bəli. Şah konstitusiyanı əlavələrlə birlikdə imzaladı, bəli. İcra edici orqan olan əncümənlərin yaradılması. Bu da düzdür axı. Burada belə deyildi. Burada belədir ki, ilk vaxtlar başlayanda etiraz dinc xarakter daşıdı, o da düz idi. Bir də ki, deyirdi ki, yenidən parlamentin çağırmasını istəyirdilər. Yəni, yenidən istəyirdilər. Ona görə o səhv idi. İcra edici orqan olan əncümənlərin yaradılması. Əncümənlərin icra edici deyil, qanunverici orqan idi. Ona görə C olmaz. 1-ə olacaq A ilə B. 17-20. Milli məclisə seçkilər keçirildi, xeyr. 20-ci ildən üsyan silahlı xarakter daşımışdı, bəli. Deməli, 1-ə A ilə B, 2-yə də B, B variantı.
19-cu əsrin ikinci yarısında əlvan metallurgiyadan fərqli olaraq neft sənayesi, pambıq sənayesi, yerli kapital əsasən fəaliyyət göstərirdi, xeyr, hər ikisində xarici kapital üstünlüyünü təşkil edirdi. Yerli burjuaziya, xarici burjuaziya rəqabət aparırdı, bəli. Dəmir yollarının vasitəsilə daşınma həyata keçirildi, bu oxşardı. Bilirik ki, daş kəsəndə bu almanlar tərəfindən mədənlər arasında dəmir yolları istifadə verilmişdi. Ona görə 1-ə yalnız olacaq B variantı. 1-ə yalnız B, 2-yə baxaq. Pambıq sənayesi. Xarici kapitalın əsasında fəaliyyət göstərirdi, xeyr. Çünki üstünlük yerli sənayedəydi, yerli burjuaziyamızdaydı. ABŞ-da olan vətəndaş müharibəsindən sonra İnkişafına şərait yaradılmışdı, bəli, bunu dönə-dönə vurğulamışıq. Tağıyevin, Hacı Zeynalabdin Tağıyev inkişafı üçün adımlar atmışdı, yəni kapital qoymuşdu, bəli. 1-ə B, 2-yə də B ilə C, A variantı. Almaniya Federativ Respublikası, Adenauer, Willy Brandt, Helmut Kohl. Adenauer 40-cı illərin ikinci yarısında NATO və BMT-yə üzv qəbul olmuşdu, xeyr, 50-ci illərdəydi, amma belə deyildi. İqtisadi və böhran tətillər ölkəni bürümüşdü, bəli. Hərbi xərcin azalması iqtisadi inkişafa səbəb olmuşdu, bəli. 1-ə B ilə C olacaq deməli. Willy Brandt sahibkarların fəaliyyətinə dövlət nəzarəti gücləndirildi, bəli. Şərqi Avropada müharibədən sonra sərhədlər tanındı, bəli. AFR, AİB daxil oldu, xeyr, bu Adenauer'in dövründə. Deməli 2-də olacaq A ilə B. Helmut Kohl, ADR və AFR arasında dövlətlərarası münasibətlər yaradılmağa başladı sözü səhvdir, çünki Willy Brandt'ın dövründə var idi. ADR iqtisadi cəhətdən kömək etdi, bəli. Qərbi Berlin statusu haqqında razılığa gəlindi, xeyr. Bu Willy Brandt'ın dövründə. Deməli 1-ə B ilə C, 2-yə A ilə B, 3-ə də B, A variantı. Aşağıdakı hadisəli hansı hadisələrin yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınır. Şuşada Müsəlman məktəbinin açılması 1849, Şamaxıda ilk üsul cədvəl 1869, Şimali Azərbaycanda xalq məktəbləri 1874, Bakıda müəllimlər seminarisi 1916, pansion tipli qız məktəbi 1901. Deməli 4 ilə 5-in yeri dəyişik düşüb. 4 ilə 5-in yerini dəyişməliyik ki, ardıcıllığımız düz olsun. 40-cı illərin ikinci yarısından etibarən Türkiyədə baş vermiş daxili iqtisadi siyasi sahələrdə islahatlar həyata keçirildi. Aşağıda qeyd edilmiş cavablardan uyğun olanı hansı olar? Konstitusiyanın qəbul edilməsi. Türkiyə tarixində 2 dəfə konstitusiya oldu. 1924, 1961, yəni 40-cı illərdə islahat yox idi. İcra edici hakimiyyətin səlahiyyətlərinin genişlənməsi. Belə bir şey keçməmişdir. Hakimiyyətin bölüşdürülməsi ilk dəfə 1961-ci illər, bizə 40-cı illər istəyir. Siyasi partiyaların yaradılmasına icazə verilməsi bəli. Olacaq yalnız 4. 1612-ci ildə İstanbul sülhünə əsasən Səfəvilərə qaytarılan ərazilər. Çox maraqlı sual idi bu sualda. Xəritədə özdə imtahanda 3 burada verilməmişdi, 3 Ərdəbil ərazisində verilmişdi, burada verilmişdi. Yəni burada bu Həmədan İsfahan ərazisində verilməmişdi, 3 Ərdəbil ərazisində verilmişdi. Səfəvilərə qaytarılan ərazilər. Deməli, təbii ki, İraq ola bilməz, Diyarbəkir ola bilməz. Çünki bunları Şah Abbas qaytarıb 22-23-cü ildə. Olacaq 1 ilə 2 A variantı. Yəni Şamaxı idi, Şirvan idi, Qarabağ, Gəncə bu ərazilər Şah Abbas geri qaytarır və İstanbul sülhündə təsdiqlənir. AXC irqindən, cinsindən, sinfindən və milli mənsubiyyətdən asılı olmayaraq öz ərazisində hər kəsə bərabər hüquqlar verir. Burada qeyd olunan mətndə hansı nəticəyə gəlmək olur? AXC ərazisində yaşayan bütün vətəndaşlar öz ərazisində yaşamaq hüququ verir, bəli. Qadınlara seçki hüququ verilməsi üçün baza yaradıldı, bəli. Liberal demokratik dəyərlərə əsaslanan formada idarə edilirdi, bu da düzdür. Dini siyasi hüquq digərlərindən üstün tutulurdu, xeyr, AXC dünyəvi dövlət idi. AXC yalnız müsəlmanlara xüsusi hüquqlar verirdi, xeyr, 1, 2, 3 variantı. 1689-cu ildə İngiltərədə qəbul edilən hüquqlar haqqında bilə aid deyil. Kral parlamentin icazəsi olmadan oradan istifadə edə bilməz. Bu düzgün fikirdir, bizə aid olmayan istəyir. İngiltərədə parlamentli monarxiya ləğv edildi, xeyr, ləğv edilmədi. Əksinə düzəldir, deməli bu səhvdir. Kral parlamentsiz vergi və qanunlar qəbul edə bilərdi. Xeyr, bu da səhvdir. İngiltərə parlamentli monarxiya çevrildi, bəli, bu düz. Deməli 2 ilə 3 yanlış fikirdir. İngiltərə Fransaya qarşı koalisiya müharibələrinə qoşulduqdan sonra Fransa ilə müharibə apardı. Fransa ilə müharibələr aparması İngiltərə burjuaziyasının xeyrinə idi. Çünki həmin zaman müstəmləkə və dünya ticarətində İngiltərə əsas rəqibi Fransa idi. Verilənlər davam eləyək, ekran kaydı dayandı birdən-birə. İngiltərə Fransaya qarşı koalisiya müharibələrinə qoşulandan bəri Fransa ilə müharibə aparırdı.
Fransa ilə müharibələr aparılması İngiltərə burjuaziyasının xeyrinə idi. Çünki həmin zaman müstəmləkə və dünya ticarətində İngiltərənin əsas rəqibi Fransa idi. Verilənlər əsasında İngiltərənin iqtisadi vəziyyətlə bağlı hansı nəticəyə gəlmək olar? İngiltərənin borcu artdı və vergilər çoxaltdı, bəli. Sənaye əsasının həcminə görə dünyada birinci itirdi, xeyr, bilirik ki, birinci yerdə idi. Sənaye və ticarət inkişaf etmişdi, bəli. Fransa ilə ittifaq bağlamaq məcburiyyətində qaldı. Bu ümumiyyətlə iqtisadi bir saziş deyil. Yəni iqtisadiyyatla bağlı bir şey deyil. Olacaq bilinən üçün bu sırf kitab cümləsidir, əzbər cümləsidir. Xürrəmlər hərəkatı dövrünə aid gələni müəyyən edin. Xürrəmlər hərəkatı olub 778 837. Qəznəvilər Xarəzm və Sistan ələ keçirdilər. Bilirik ki, Qəznəvilər Xorasan, Xarəzm, Sistan, Əfqanistan yazılmışdır. Buranı ələ keçirilib 999-cu ildə. Bizansın Oskot və Veskot krallığını ələ keçirməsi Justinian dövründə 532-567-ci ildə heç biri düşmür. Qaraxanilərin paytaxtının Kaşqar şəhərinə köçürməsi 942 düşmür. Xaqanların öldürmə nəticəsində Uyğur xaqanlığının zəifləməsi, bəli, süqutu demir, diqqət olun, zəifləməsi deyil, yalnız 4. Məhəmməd Cahan Pəhləvandan fərqli olaraq Qızıl Arslan dövründə, Əbu Bəkirin dövründə Gürcülərin üzərinə hücum oxşar. Həmədan döyüşündə Böyük Səlcuq dövlətinin məğlub edilməsi, bunu dönə-dönə testlərimə salmışam. Böyük Səlcuq dövlətini yox, İraq Səlcuq sultanlığını. Şamaxıya yürüş edərək buranı tabi etməsi, bəli, birə olacaq yalnız C. Həmədan döyüşündə İraq Səlcuq sultanlığını məğlub etməsi Əbu Bəkir. Əbu Bəkir də İraq Səlcuq sultanlığını yox, Xarəzm şahlarını məğlub eləmişdi. Xarəzm şahların Xorasan və Həmədan ələ keçirməsi, bəli. Təbrizin ələ keçirilməsi. Burada Xarəzm şahların Təbriz ələ keçirilməsi vardı. Bu da səhvdir. Çünki Özbəyin dövründə ələ keçirilib. Deməli, 1-ə C, 2-yə də B. 20-ci əsrin əvvəllərində milli demokratik hərəkatda milli burjuaziyanın və ziyalıların fəal rol oynamasının səbəb olan amillər, milli burjuaziya və ziyalılar fəhlə tətil hərəkatında iştirak etməsi, xeyr. Ziyalıların partiya və təşkilatlara dəstəyi olması, çar rejiminin yuxarı təbəqəyə tam sərbəstlik verməsi, xeyr. Milli şuurun oyanmasında xüsusi oynamalar, bəli, 2-dən 4. Amma cümlələr tam belə deyildi. 20-ci əsrin 20-ci illər Şimali Azərbaycan, 40-cı illər Cənubi Azərbaycan üçün oxşayacaq. Milli hökumətin süqutu, bəli, 1920-cədə, 1946 Pişəvəri. Yeni konstitusiyanın qəbulu heç biri. İlk dəfə Demokratik Respublikanın yaradılması. Xeyr. Axıcıda 18-ci ildə 4-cü bəndi yazılmır, amma mənim yadıma görə 4-cü bənddə belədir ki, ərazisinə ingilislərin qoşun yeritməsi, o da yanlış idi. Çünki ingilislər 20-ci əsrin 20-ci ildə bizə qoşun yeritməyiblər. Amma Cənubi Azərbaycana yeritiblər. Ona görə burada olacaq yalnız 1. 9-11-ci əsrlər feodal dövlətlərə aid uyğunluğu müəyyən edin. Şəddadi hökmdarı 3-cü Fəzil, Səlcuq qoşunlarının Gəncə ələ keçirməsi, bəli. Salari hökmdarı İbrahim ibn Mərziban Şamaxını öz dövlətinə birləşdirmişdi, xeyr. Əslində çıxmışdı asıllıqdan. Məhəmməd ibn Əbu Sac xilafətə vergi ödəməni dayandırmışdı, xeyr, bu Yusif idi. Rəvvadi hökmdarı Vəhsudan Rəvvadi əmri yadımaz xeyr dövlət yaratmışdı. Şirvanşah hökmdarı 1-ci Mənütühür Dərbənd əmirliyini Şirvanşahları birləşdirmişdi, xeyr. Fərbriz birləşdirmişdi. Olacaq yalnız 1. Xəritəyə əsasən qeyd olunan xanlıqlar 18-ci əsrin ikinci yarısına uyğunluğu müəyyən edin. Şamaxı, Gəncə, Maku. Maku yox, Xoy. Maku nədir? Xoy. 1. Şamaxı. Şəki və Quba xalqları arasında bölüşdürülməsi, bəli. Rusiya ilə müqavilə, xeyr, 19-cu əsr. Rusiyaya qarşı mübarizə aparmışdı 18-ci əsrin ikinci yarısında, bəli. 96-cı ildə gələndə Ruslara müqavimət göstərmişdi. 1-ə A ilə C. 2. Gəncə. Əfşər Sülalət tərəfindən əsasın qoyulması, xeyr. Qacarlar idi. Osmanlı dövlətinə elçilərin göndərməsi, bəli, 52. Quruqovu döyüşündə məğlub edilməsi, xeyr. Quruqovu 19-cu əsr, bizə lazımdır 18-ci əsr. Demək, 1-ə A, C, 2-yə B, 3. Demək, 3 də Xoydu. İrəvan Naxçıvan xanlıqlarını bir müddət özündən asılı hala salmışdı, bəli. Qarabağ xanlığını asılı hala salmışdı, xeyr. Qarabağı yox, Qaradağı. Qacar tayfası tərəfinə yaradılmışdı, xeyr. Demək, 1-ə A, C, 2-yə də B, 3-ə də A. A variantı. 19-cu əsrin əvvəllərində ABŞ-ın iqtisadi inkişafını xarakterizə edən amillər 19-cu əsrin əvvəllərində hər bir Amerikalı cüzi torpaq payının verilməsi. Bu ikinci yarı. ABŞ-də vətəndaş müharibəsinin başlaması ikinci yarı. Əhalinin çoxunun protestant olan şimalda sənətkarlıq və ticarətin inkişaf etməsi, bəli. Qaradərli və ağdərlilərə eyni siyasi hüquqların verilməsi bu ümumiyyətlə iqtisadi tarix deyil. Cənubda katoliklərin hələ də qul əməyindən istifadə etməsi, bəli, 3-lə 5,
C variantı. Diaqrama əsasən uyğunluğu müəyyən edin. Paytaxtın Qəbələ olduğu dövr, paytaxtın Bərdə olduğu dövr. Arşaki nümayəndəsi tərəfindən idarə edilməsi oxşar 510-a qədər. Roma imperiyası ilə əlaqələrin saxlanması təbii ki, Qəbələ. Çünki Bərdə olan dövrdə artıq Roma imperiya deyildi. Yəni çoxdan dağılmışdı. 1-ə B. Xəzər xaqanlığının hücumuna məruz qalması təbii ki, Bərdə olduğu dövr. 2-yə C. Bizans imperatoru ilə əlaqələrin saxlanması, bu da olacaq Bərdə olduğu dövr. 2-yə C-dir. Xəzərlərə qarşı Sasanilərlə ittifaq keçən. Deməli 1-ə B. Y ola bilməz. Y ola bilməz. Y ola bilməz. 1-ə B. 2-yə C ilə D. 3-ə də A. Uyğunluğu müəyyən edin. Albanların güclü ordusu və piyada qoşunun Romalıdan üstün olması, Pompeyin hərbi ilə işlədərək qalib gəlməsi xeyr. 36-cı ildə Roma qoşunlarının hücumu, Albaniyanın paytaxtının Romalılar tərəfindən tutulması, Albaniya yox, Atropatena. Albanların tabi olmaq istəməməsi, Pompeyin öz səqələsi Kanidini Albanların üzərinə göndərməsi, Pompey göndərməmişdi, Antoni göndərmişdi. 1-ci əsrin 30-cu illərində Roma qoşunlarının hücumu, Zoberin Romalılara tabi olması və ittifaq yaratmaq məcburiyyətində qalması bəli. Yalnız 4. German tayfalarının Roma imperiyasının ərazisində basqılar nəticəsində öz krallıqlarını yaratdılar. Bu krallıqlarda hər kral əhali tərəfindən seçilirdi. Lakin onların hakimiyyəti güclü deyildi və kral Germanların adət ənənələrinə qarşı gələrdisə, qarşısına qoyulanları yerinə yetirmirdisə, onun hakimiyyətdən uzaqlaşdırırdılar. Xristiyan dini qəbul edildikdən sonra isə kilsə hakimiyyətin Tanrı tərəfindən verilməsi iddiasını gücləndirmişdi. Mətnə əsasən hansı nəticəyə gəlmək olar? Kral hakimiyyəti yazılı qanunlar ilə məhdudlaşdırıldı. Biz bilirik ki, Germanlarda qanunlar yox idi. Onlarda adət ənənələr idi. Hətta burada xüsusi vurğulayırlar ki, kral hakimiyyəti güclü deyildi. Kral Germanların adət ənənələrinə qarşı gələrdisə, qarşıya qoyulanları yerinə yetirmirsə, onu uzaqlaşdırır. Yəni, burada əsas adət ənənədir. Ona görə qanun yox idi. A ola bilməz, 1 ola bilməz. Zamanla hakimiyyətin mənbəyi dəyişmişdi, bəli. Kral qeyri-məhdud hakimiyyəti sahibidir, xeyr. Axı, mətndən görürük ki, deyir ki, kral adicə adət ənənəyə qarşı gələrsə, bunu uzaqlaşdırırlar. Ona görə kral qeyri-məhdud hakimiyyətə malik ola bilməz. Roma imperiyası ərazisində xristiyan dininin qəbul olunmasına nail olundu, xeyr. Ona görə olacaq yalnız 2. 11-15-ci əsrlər intibah mədəniyyətinə aid uyğunluğu müəyyən edin. Xalqların böyük köçünün baş verməsi, Avropada intibah mədəniyyəti yaranması. Xalqların böyük köçü 4-7-dir. Yəni, bunun intibah mədəniyyəti yaranması bir əlaqəsi yoxdur. İtaliyada mədəniyyətin yüksəlişi, Romanın intibah mədəniyyətinin mərkəzinə çevrilməsi dönə-dönə vurğuladığımız məsələ Roma yox, Florensiya idi. Xüsusi və savadlı adamlara ehtiyacın yaranması, ziyalı təbəqənin formalaşmağa başlaması, bəli. Romada şərq üslubunun binaların tikilməsi. Burada nə yazılmış? Yadıma çıxıb. Betonun ixtira edilməsi, qot memarlığı üslubunda binaların inşa edilməyə başlaması xeyr. Beton lap əvvəldən ixtira olunmuşdu. Ona görə olacaq yalnız 3. İki çay arasında əvvəllər suvarma kanalları uğrunda başlayan müharibələr sonra hakimiyyət uğrunda mübarizəyə çevrildi. Müharibələrdə əsas məqsəd iki çay arasına sahib olmaq idi. Belə ki, Luqallar zamanla en və ensi vəzifələrini ələ keçirir, hakimiyyətini öz övladlarına ötürürdülər. Mətnə əsasən hansı nəticəyə gəlmək olar? Monarxiya idarə üsulunun yaranmağa başlaması bəli. Kahilər müharibə nəticəsində varlandı, xeyr. Deyirik ki, bu en-ensi Luqallar arasında mübarizə gedir. Kahillərin mövqeyi zəifləyir və Luqallar hakimiyyət ələ keçirdir. Ona görə kahillər olmaz. Xalq idarəçiliyi yalnız bir sülalənin əlində cəmləşməyə başladı, bəli. 1-3, hakimiyyət mənbəyə xalq yönəlildi, xeyr. Əslində deyirik, axı, burada hakimiyyət artıq bir dənə sülalənin əlində cəmləşmiş. Ona görə olacaq 1-lə 3 A variantı. Şimali Azərbaycanda sahibkar kəndlərinin mükəlləfiyyət daşıdığı dövrə aid deyil. Mükəlləfiyyət daşımışıq 1870-dən 1912-yə qədər. Dövlət kəndlərinin pay torpaqlarını satın almaq hüququnun qazanması ilə bu aid deyil. Çünki bilirik ki, dövlət kəndlisinə aid islahat keçirilib, bəli, 1900-1903-cü ildə. Amma orada dövlət kəndlisini demirlər ki, torpağını al, mülkiyyətinə çevir. Sadəcə deyirlər ki, dövlət kəndlərinin pay torpaqlarının istifadə hüququ rəsmiləşdi. Biz bilirik ki, 1917-ci Rusiya imperiyası dağılana qədər dövlət kəndisi torpaq sahibi olmadı. Ona görə el olacaq A variantı. İkinci Dünya müharibəsinə aid uyğunluğu müəyyən edin. SSR və ABŞ hərbi əməliyyatlar aparmışdı. 2-4, 2 Fransa, 4 İtaliya, xeyr.
41-ci ildə ərazisi faşistlərdən azad edilmişdi. 2-4. 2. Fransa, 4 İtaliya, xeyr. Üçlər paktına qoşulmuşdu. 1. Rusiya, 5. İngiltərə. Üçlər paktına nə Rusiya, nə də İngiltərə qoşulmamışdı. Faşist qoşullarından təmizlənmişdi. 1-2. 1 Rusiya, 2 Fransa, bəli. Amma burada il də verilmişdi. 244-cü ildə tamamilə azad olunmuşdu. 4 düzdür. Yunanistan və Yugoslaviyanın işğal edilməsi 3-4. 3 Almaniya, 4 İtaliya, düzdür. Olacaq 4 ilə 5. 4-5 var. Heç yoxdur axı deyəsən. 4 ilə 5. 1-2-5. Yalnız 5, 2-5, 1-5, 3-4-5. 3 də burada. Üçlər paktına qoşulmuşdu. Rusiya üçlər paktına qoşulmayıb. Yəni 3-ü konkret çıxardıram cavablardan. 3 getdi. 1940-cı ildə, 41-ci ildə ərazisi faşistdən azad edilmişdi. 1941-ci ildə. Ərazisi faşistdən azad edilmişdi. 2-4. 41 deyil, daxı 2 də ola bilməz. 2 ola bilməz. 2 ola bilməz. 44 idi bu, 41 deyildi. Daha sonra üçlər paktını çıxartdım, 2-ni çıxartdım. Buradan da yalnız 4 olmadı. Yunanistan və Yugoslaviya. Yalnız 5 var. Burada 4 ilə 5 də uyğun gəlir. Bu sual düzgün quraşdırılmayıb. Faşist qoşun tərəfindən azad edilməsi 1-2. 1 Rusiya, 2 Fransa, düzdür. Azad edilmişdir. 4 düzdür. 5 Yunanistan və Yugoslaviyanın işğal edilməsi 3-4. 3 Almaniya, 5 də düzdür. 4-5. Amma burada düzgün cavab yoxdur. Sual da belə deyildi. Burada olmalı 4 ilə 5. 4 ilə 5. 1-ci Rusiya-Qacar müharibəsi, 2-ci Rusiya-Qacar müharibəsi. Oxşar xüsusiyyətlər, yalnız bir aid xüsusiyyətlər. Qarabağ və Qacar ordusunun ruslara qarşı mübarizə aparması. Burada Qarabağ demirdi, Qarabağ xanlığı yazıldı. Ona görə qəti şəkildə ola bilməz. Çünki 2-ci Rusiya-Qacar müharibəsində Qarabağ xanlığı yox idi. İrəvanın mühasirəyə alınması, bəli. Bakı və Gəncədə xan hakimiyyətinin bərpa edilməsi bu oxşar deyil. Eyni zamanda da Bakını geri qaytara bilməmişdilər. 1-ə yalnız B, yalnız birinə aid xüsusiyyətlər. Bakı və Şuşanın Rusiyadan azad edilməsi. Dedi ki, Bakıdır, Şuşadır, Qubadır, azad edilə bilməmişdir. Ərazisində üsyanların baş verməsi bu da oxşardır. Lənkəranda xan hakimiyyətinin bərpa edilməsi, bəli. Şəki, Şamaxı, Lənkəran, Gəncə. C-in 1-ə B, 2-yə də C. 1-ə B, 2-yə də C. Stresa konferansında iştirak edən dövlətlərin 20-ci əsrin 30-cu illərinə aid olanları müəyyən edin. Stresa konferansında iştirak edib İngiltərə, Fransa, İtaliya. Ona görə buradan Almaniyanı, ABŞ-ı, İspaniyanı çıxıram. Yəni 2, 3, 5 olanlar çıxıram. 2, 3, 5, 2. Olacaq 1-ə B, 1. Efiopiyanın işğalını pisləmişdi. İtaliyada düşəcək ki, Liviyada azadlıq mübarizəsinin yatırılması. Uyğunluq gözlənilmişdir. Neftçilərin ümumi tətil hərəkatı Şah hakimiyyətinə zərbə vurdu və İran İslam İnqilabının taleyini həll etdi, bu düzdür. Bu sual oxşar sual idi. 78-ci 29 Bəhmən üsyanının qələbə qazanması Pəhləvi monarxiyasına ilk zərbə, bunu dönə-dönə vurğulamışıq. Üsyan qələbə qazanmır. Sadəcə Pəhləvi monarxiyasına ilk zərbəni vurmuşdu. 45-ci il inqilabının qələbə ilə nəticələnməsi, Cənubi Azərbaycanda konstitusiyanın qəbul edilməsi, xeyr. Cənubi Azərbaycanda konstitusiya qəbul edilmədi. Ağ İnqilab adlanan islahatların keçirilməsi kəndlilərin əksəriyyətinin torpaq hüququndan məhrum olmuş. Bu da belə deyildi. Ağ İnqilab adlanan islahatların keçirilməsi məsəl Qacarlara qarşı bir şey yazmışdı. Belədir, amma yəni net olaraq səhvdir. Cənubi Azərbaycanda milli hökumətin yaranması, icra edici orqanın fəaliyyətini dayandırması, xeyr. Abbasilər xilafət dövrünə aid deyil. İkinci Göytürk xaqanlığının varlığına son qoyulması 744. Elə olacaq da. Satıq Buğra xanın İslam dini qəbul etməsi 932. Sultan Mahmud Qəzəvi Xorasan Sistan 999. Səlcuqların Bağdad ilə keçməsi 1055. Ordu sıralarında hakimiyyətin yeni türk sülalələrinin əlində cəmləşməsi bu da düzdür. Olacaq ilə variantı. 6-cı əsrin əvvəllərində keçilən islahatlar, borca görə köləliyin ləğv edilməsi 6-cı əsrin əvvəlcə demək olan islahatlarını deyil. Attikanın bütün əhalisi siyasi vəzifədə seçilmək hüququ verildi, qəti səhvdir. Taxıl və zəruri ərzaq məhsullarının xaricə aparılması qadağan edildi, bəli. Vətəndaşların hüququ və vəzifələri onların əmlakına uyğun müəyyən edilməyə başlandı, bəli. Strategilər seçilməyə başlandı, xeyr, bu 6-cı əsrin sonlarındaydı. Olacaq 2 ilə 3, C variantı.